Çox başqa bir hisslərdir. Bu yolu getmək, bu yolu dayanmadan yürümək, getmək, yorğunluq hiss eləmirsən, yorulmursan, sanki nəsə səni çəkir, sanki nəsə səni özünə tərəf çəkir, isti, günəş, heç nə hiss eləmədən bu yolu getmək istəyirsən, Kərbalaya çatmaq istəyirsən bu yolu. Dayanmadan istəyirsən, gedəsən və görəsən, bu yola bir dəfə gələn, hər il gəlmək istəyir. Və çox istəyərdim ki, hər kəs bu yolu gəlsin, bir dəfə də olsun, bu yolu yürüsün və insanlığı öyrənsin. Bu yol insana insan olduğunu öyrədir, mərhəməti öyrədir, vicdanı öyrədir, bölüşməyi öyrədir bu yol adama. Bu yol insana hər şey öyrədir. Yəni, sözlə ifadə edə bilməyəcək qədər çox həddindən artıq ifadə edə bilmirəm gördüklərimi, hər şeyi. O qədər birlik var ki, o qədər mehribançılıq, birlik var. Yəni, çox başqa, qəribə bir hisslər yaşayıram. Səbəbsiz yerə oturub ağlayıram, səbəbsiz yerə, hər şey səbəbsiz yerə. Nəyinsə varsa bölüşmək istəyirsən bu yolda, kiməsə bölüşəsən. Bir neçə ildir bilirdim, belə bir şey var. Keçən il amma dərk elədim ki, Ərbəyin çox gözəl bir yürüyüşdür, çox müqəddəs bir ziyarətgahdır Ərbəyin. Qardaşım gəlmişdi və onu da gördüm və mənim üçün də çox maraqlı gəldi, çox istədim gəlmək Ərbəyinə. İstəyərdik daha çox olsun Azərbaycan xeymələri. Biraz məsafələr çoxdur, yəni dayanmadan gedib Azərbaycan xeymələrinə çatmaq üçün biraz çox gedirsən. İstəyərdik daha yaxın məsafələrdə olsun. Gələcəkdə məsələn daha çox olsun Azərbaycan xeymələri.